Deməli, informasiyanın kodlaşdırılması mövzusu sual 28. Qrafik təsvir 4096 rəng çalarına malikdir. Yəni, rəng çaları əgər ki, bizdə 4096-dır. Onda bunun rəng dərinliyi bərabər olur. 2 üstündə 10, 2024, 2 üstündə 11, 2048, 2 üstündə 12 bərabərdir 4096. Deməli, burada rəng dərinliyi 12 bitə bərabərdir. Deyir ki, bu təsvirdə rənglərin sayı 256 dəfə azalarsa, əgər mənim 4096 rəngim varsa və bu da 256 dəfə azalar dediyinə görə bölürəm. Bu deyilir 2 üstü 12-ni bölürəm 2 üstü 8-ə. Əsaslar eyni olduğu üçün üstlər çıxılır, olur 2 üstündə 4. Deməli, 2 üstü 4-ə düşübdürsə, deməli, rəng çalarım onda 4096-dan olubdur 16-ya. Deməli, burada məndən soruşur ki, qrafik təsvirin həcmi necə dəyişib? Əvvəl 12 bit idi, sonra olubdur 4 bit. 4 bit. Deməli, rəng çaları necə dəyişibdir? 12-dən 4 bitə, deməli, 3 dəfə azalıbdır.